إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Yəni necə bilirsiniz qardaşlar, yəni axır vaxtlar əşarilərin, yəni böhtanları, iftiraları artıq Əhlüsünnə və Cemaatdan olan bütün qardaşları, yəni narahat eləyir və onları artıq bezdirib. Ona görə, yəni amma Əhlüsünnə və Cemaat onlar bizə iftira atsalar belə, onlar nalayiq sözlər danışsalar belə, Əhlüsünnə və Cemaat onlara qarşı nalayiq danışmır. Əhlüsünnə və Cemaat, yəni onlara qarşı onlar nə deyibsə onu nisbət eləyir. Bu da necə ki, Şeyxülislam Əhməd ibn Əbdülhəlim ibn Teymiyyə rahimehullah buyurduğu kimi, yəni Əhlüsünnəti vəl Cemaə əqrabun nəs lil haqq. Haqqa ən yaxın olan və arhamun nəs lin nəs. İnsanların, yəni insanlar üçün ən rəhimli olanıdır. Ona görə Əhlüsünnə vəl Cemaə, sələflər heç vaxt heç kimə onların demədiyi sözləri nisbət eləmirlər. Ancaq onların dediyi sözlərlə, yəni onların dediyi sözlərin batilliyi ilə onlara rəddiyə verir. Və bugün də istəyirəm ki, əşarilərin üç üsulu haqqında danışaq və onların batilliyi haqqında danışaq ki, həqiqətən bu batil bir əqidədir, bu əqidətun nəbitədir. Yəni, var əqidətun nəzilə, var nazil olan əqidə. Hansı ki, bunu Allah Azə və Cəllə kitabları ilə nazil etməklə, kitablarını nazil etməklə və rasullarını göndərib o kitabları bizə bəyan etməklə bu əqidəni bizə öyrədib. Lakin əqidətun nəbitə isə, əqidətun nəbitə, yəni bitən əqidədir. Hansı ki, bu bitən əqidə, yəni ağıl və başqa fəsid qaydalar üzərində bina olunub. Və birincisi odur ki, əşarilərin üsullarından istəyirəm üç üsulları haqqında danışım və onların məzhəbi, onların əqidəsi bu üç üsul üzərində bina olub. Və hamısı buna qayıdır və bunun üzərindədirlər. Və bunun batilliyi haqqında danışaq. Birincisi, təqdimul aqli alən nəql. Yəni, ağlın nəqildən üstün olması. Yəni, nəqil Quran və sünnədir. Quran və sünnə nəqildir. Amma ağıl isə hər kəsdə olan Allah Azə və Cəllənin verdiyi ona işlərini təsarruf etmək üçün, həmçinin Allahın nazil elədiyi dəlilləri başa düşmək üçün, yəni verdiyi bir meyardır. Lakin şəriət bizə bu meyarı necə istifadə etməyi, yəni buyurub. Və hətta Əhlüsünnənin mənhəcinin, yəni istidlal mənhəcinin, dəlil gətirmə mənhəcinin yönlərindən biri də ağıldır. Lakin Əhlüsünnə və Cemaat deyir ki, yəni ağılın mövqeyi necədir? Ağlın mövqeyi, yəni İslamda odur ki, ağıl, yəni həqiqət, şəriə həqiqət iki şeylə başa düşülür. Həm nəqillə, həm əqillə. Və lə ibrətə bin nəqli fəqidül aql. O nəqil ki, yəni ağıl yoxdur, ona fayda vermir. Dəliyə, məcnuna fayda vermədiyi üçün, vermədiyi kimi. Və lə ibrətə bil aqli fəqidül nəql. O ağılda, ağılda ibrət yoxdur, əgər nəqli itiribsə. Deməli, ikisinin ictiması ilə, ikisinin birləşməsi ilə həqiqət başa düşülür. Şəri həqiqəti başa düşmək olur. Lakin deyirlər ki, birdən ziddiyyət təşkil etsə, əslən ziddiyyət yoxdur. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, deyir ki, aqlus sahih la yunaqidu naqlas sarih. Ki, səhih ağıl, doğru ağıl, sarih dəlilə, açıq dəlilə, yəni ziddiyyət təşkil etmir. Lakin kimdəsə təşkil etsə, deyirik ki, nəqli, yəni Quran və sünnəni ağlın üstünə qoyuruq. Yəni Quran və sünnəni önə çəkirik və Quran sünnədə necə gəlibsə o cürə ispat edirik. Ağlı önə çəkim. Nəyə görə? Səbəb nədir? Dəlil nədir buna? Deyirik ki, çünki yəni Quran və sünnə Allah Azə və Cəllənin kamil elmidir. Ağıl isə bəşərin naqis elmidir. Bəşərin naqis elmidir. Deyirik ki, ona görə kamili naqisin üstünə qoyuruq
yəni kamili üstün eləyirik, kamili önə çəkirik, məsələ aradan qalxır. Lakin Əşarilər isə deyirlər ki, yox, biz naqisi kamilin üstünə qoyacağıq. Biz bəşər ağlının naqis ağlını, bəşərin naqis ağlını Allah Azza və Cəllənin nazil etdiyi, yəni əqidətün nazilə olan, nazil olunmuş əqidə olan Quran və sünnənin üstünə qoyacağıq. Yəni bu Əşarilərin batil, yəni usullarından biridir və ən əsas usulu da budur onlarda. Ona görə onların böyük imamlarından Razi rahimehullah deyir ki, o ağıl haqqında 10 müqəddimə gətirir. O 10 müqəddimənin baxın 10-uncusu nə deyir? 10-uncusuna. Deyir, hətta yəni 10 dənə müqəddimə gətirir ki, bu 10 müqəddimə, yəni əgər ağılla Quran ziddiyyət təşkil etsə, mütləq ağlı götürməlisən. 10-uncusuna baxın qardaşlar, yəni çox təəccüblüdür, subhanallah. Deyir ki, hətta ehtimal olsa belə ki, ağla müxalifdir, deyir, onu götürmürsən. Ona görə, yəni onlarda bir şey var, deyir ki, deyirlər ki, kullu nassin avhamət təşbihə avvul əv fəvvid. Deyir ki, hətta tənzih eləyərsən. Deyir ki, o hər nas ki, təşbihi vahm elətdirir, yəni təşbih iyi var burada, onların ağlına görə, o deyir ki, avvil əv fəvvid. Ya bunu təvil elə, ya da bunu deyir fəvvid, yəni deyir ki, Allah bilir, mən bilmirəm. Yəni bu iki, yəni bunların dediyi sözdür bu. İkinci, yəni bu da təbii ki, fəsid bir sözdür. Yəni fikir verin, deyir ki, ağla müxalif olma ehtimalı var. Müxalif deyil ha, əslən müxalif deyil, ehtimal var, yenə təvil edirsən, subhanallah. Yəni bunun da batil əqidə ola bilərmi? Və diqqətli olun qardaşlar, axırda bunların yəni məzhəbinin batilliyini yəni izah eləyəcəm. Yəni tam şəkildə. Deyir ki, artıq izah olunur. İkinci odur ki, onlar yəni öz dəlilləri, Quran və sünnə dəlillərini iki yerə bölürlər. Yəni əsas da bunu sünnəyə tətbiq edirlər. Çünki artıq Quran yəni qəti şəkildə mütəvatirdir və sünnəni iki yerə bölürlər ki, özlərinə lazım olanı götürsünlər. Misal üçün, onlar bölürlər yəni nəqilləri, sünnənin nəqillərini mütəvatirlərə və əhədlərə. Mütəvatir və əhəd. Deyirlər ki, mütəvatir odur ki, qısaca olaraq deyim, yəni bilməyən qardaşlar da bilsin ki, mütəvatir bir toplum tərəfindən rəvayət olunan hədisdir və onun yəni rəvayət olunmağında yəni heç bir şübhə yoxdur ki, səhihdir yəni. Yəni mə rəvahu cəmaətun yətəvatəv mə rəvahu cəmaətun ən yəstəhilu fil ədhi ən təvatuhum aləl-kəzbi. Yəni ki, cəmaət rəvayət eləyir, onların yalan üzərində birləşməsi mümkünsüzdür. Yəni mümkünsüzdür ki, yəni elə bir xəbərdir ki, mütəvatir bu hədis elmində keçilir ki, yəni onu inkar etmək qeyri-mümkündür. Və bunlar deyirlər ki, biz əqidədə yalnız mütəvatiri götürürük və əhədləri götürmürük. Bu da batildir nəyə görə? Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm asan dillə desək ki, yəni bütün əqidəni öyrətmək üçün qövmlərə insanları tək göndərirdi. Muaz radiyallahu anhu tək la ilahe illallah etiqadı başa salmaq üçün göndərmişdi. Yəni nəsranilərin üstünə, əhli kitabın üstünədir ki, innəkə tə'ti qavmən əhli kitabin fəlyəkun əvvəl mə təd'uhum ileyhi şəhədətullah. Deyir ki, sənin ən bir, ey Muaz, sən deyir, əhli kitabdan olan bir qövmün üstünə gedirsən və deyir, onları ən birinci dəvət edəcəyin şey nə olsun? Allahın təvhidi olsun, şəhədətullah olsun, şəhadət kəlməsi olsun. Ən böyük əqidədə şəhadət kəlməsi idi, hansı ki, Allah Rasulü sallallahu aleyhi və səlləm ona çağırıb Quran-ı Kərim başdan ayaq ona dəvət edir. Və mə xaləqtul cinnə vəl insə illə liyabudun. Biz insanlara və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım. Allah Teala buyurur. Və həmçinin Allah Teala buyurur ki: "Və mə arsalna min qablikə min rasul illə nuhi ileyhi ennehu la ilahe illallah və ana la ilahe illa ana fa'budun." Biz səndən qabaq göndərdiğimiz bütün peyğəmbərlərə, sənə və səndən qabaq bütün peyğəmbərlərə nazil etdi ki, yəni la ilahallah, yəni Allahdan başqa haqq məbud yoxdur və mənə, yalnız mənə ibadət edin. Yəni şəhadətə. Ən böyük əqidə də budur. Uluhiyyə təvhididir. Ən böyük əqidə. Ona görə biz Quranın mənhəcinə baxsaq görərik ki, rububiyyə təvhidi yəni vəsilədir.
Amma uluhiyyə təvhidi məqsəddir. Fikir verin, Allah Resulü sallallahu əleyhi və səlləm sahabeləri göndərirdi, əsas əqidəyə dəvət etmək üçün tək adam göndərirdi. Yəni hanı burada mutavatirlik, əhədlik? Və onlar da qəbul edirdilər. Amma bu batil qayda hansı ki, özlərinə lazım olanda onlar nəinki əhəd hədisləri götürmürlər. Yəni nəinki mutavatirə ancaq götürürlər, əhədlərə götürmürlər. Bəzən Nəsraninin şeirini belə əqidədə dəlil gətirirlər sənə. Yəni onların yəni istiva sifətini yəni rədd edəndə deyirlər ki, Nəsraninin bir şeiri var. Deyir ki, o da Nəsrani bir şair olub. Deyir ki, istivanı istəvlə kimi izah edirlər ərəb şeirindən. Birincisi, bu şeirin nəql olunması yolunda problem var. İkincisi, o şeirin səhih forması elə deyil. Üçüncüsü, o şeir Nəsraninin şeiridir. Sizin əqidənizə görə siz mutavatir hədisləri belə əhəd hədisləri qəbul etmirsiniz. Halbuki əhəd hədislərin hədis usulu ilə baxanda görürsən ki, hədis usulu ilə əhəd hədisləri yəni subhanallah elə yolla cəm olunur ki, onun yəni sabit olmasında zərrə qədər şübhə yoxdur yəni. Yəni insan biləndən sonra ki, adil nədir, dabit nədir, ittisal sənəd nədir, şaz nədir, illə nədir və bunları biləndən sonra, yəni subhanallah, əhəd hədislərə zərrə qədər şübhəsi qalmır. Və bunlar həmin şairin şeirini götürürlər və istivada dəlil gətirirlər, istivanın istəvlə olmasına və Allahın kitabını təhrif edirlər. Yəni yahudilər kimi, yahudlar hitta sözünə nun qoydular, hinta dedilər. Bunlar da istəva sözünə istəvlə deyirlər, ləm qoyurlar. Ona görə bunların yəni elə əsli də, elə bütün bidətlər də yahudilikdən gəlib, nəsranilikdən gəlib. Elə bunların bidəti də həmçinin. Ona görə o şair deyir ki, istəva bişrun aləl-İraqi min qeyri seyfin və dəmin muhraqi. Deyir ki, Bişir İraqı yəni hökmü altına aldı, heç bir qılıncsız və yəni qan töhmədən. Yəni bunu gətirirlər, deyirlər ki, subhanallah, özünüz qayda qoymusunuz, amma gör kimin şeirindən dəlil gətirirsiniz. Lazım olanda bir də təhlilin yoludur. Lazım olanda, yəni dağdan yıxılanda otdan belə yapışır ki, yəni hətta yıxılmasın da, bəlkə məni saxlayar o. Yəni subhanallah, yəni bu çox batil bir yoldur. Ona görə kim ki bidətdədir və ziddiyyət üzərindədir və axırı belə zəlilliklə qutarır onların. Ona görə Razi və onların imamı, onların şeiri var. Nihayətül iqdamul uqul iqalu və əksərus sə'iyul aləminə dalalu və arvahuna vahşətun fi cüsumina və əksərul sə'iyul aləminə dalalu və arvahuna fi vahşətun fi cüsumina və əxiru əmruna əzə və vəbəlu. Deyir ki, yəni xülasə şeirin, yəni şeir başdan ayağa nədəmət, peşmançılıqdır. Deyir ki, yəni bizim deyir, işlərimizin axırı əziyyət və xəstəlikdir. Yəni axırı şeirin bəndini deyirəm, çox təfsilata getmirəm. Nihayətül iqdamul uqul iqal, axırı biz dilənirik deyir. Və əksərus səyyul aləminə dalalu, bizim deyir, yəni işlərimizin əksəriyyəti dəlalətdir. Və arvahuna fi cüsumina arvahuna vahşatun fi cüsumina. İki ruhlarımız bədənimizdə vəhşidirlər, rahatçılıq tapmamışıq. Bu Razinin etiraflarıdır qardaşlar. Yəni bu əqidə əşari məzhəbinin batilliyidir qardaşlar. Ona görə yəni bu mənhəcdən, bu batil mənhəcdən uzaq olmaq lazım. Üçüncüsü, yəni təvil. Onlar deyirlər ki, deməli birinci onların usullarından təqdimul aql ələn-nəql. İkincisi onların usullarından mutavatir əhəd. Bölürlər, mutavatiri götürürlər, amma əhədləri götürmürlər. Bunun da batilliyini qeyd etdik. Üçüncüsü isə vücubu təvil cəmi'in nəql həttə yəttəfiq mə'ən nəql. Vücub təvil cəmi'in nəql həttə yəttəfiq mə'əl aql. Deyir ki, onlar deyirlər ki, Quran və sünnənin bütün dəlillərini təvil etmək vacibdir, hətta ağılla üst-üstə düşsün. Və qardaşlar, bu 3 dənə dəlil, 3 dənə usul, bu 3 usulun ikisi birincisinə xidmət edir. Bu 3 usulun son ikisi birincisinə xidmət edir. Yəni, mütəvatir əhəd təqsimi və həmçinin təvilin vacib olması onlarda
Yəni bu ikisi birincisinə xidmət edir. Yəni təqdimül aql alə nəql. Yəni nəqli, ağlı nəqildən üstün görmək. Ağlı Quran sünnədən üstün görmək. O ikisinə xidmət edir. Yaxşı, üçüncüdə bunlar nə edirlər? Yəni deyirlər ki, o dəlillər ki, ağla müvafiq deyil, onu mütləq təvil etmək vacibdir. Necə ki, bayaq Razidən gətirdik ki, o deyir ki, nəinki ağla, yəni müxalifdir ki, ehtimal varsa belə nə edirsən? Deyir ki, yəni onu rədd edirsən, götürmürsən. Avvilhu, təvil elə, avfavvid. Yəni və yaxud da deyir, təhvid elə. Bircə deyir, ispat eləmə. Allahın ispat etdiyini sən ispat eləyəsən, yəni. Nə badə ispat eləyəsən. Yəni bunların mənhəci, bunların yəni əqidəsidir. Və deyirik ki, birincisi deyirik ki, bu sizin etdiyiniz təvil deyil, bu sizin etdiyiniz təhrifdir. Çünki sizin etdiyiniz bu təvillər hamısı fəsid təvillərdir. Birincisi gəlin baxaq, bunlar təvil nəyə deyilər? Bunlar sarful lafzi an zahirihi ilə mə'nən axar bi qeyri dəlilin. Buna deyirlər nə? Buna deyirlər təvil. Lakin biz baxaq, təvil sözü Quran və sünnədə və həmçinin qədim lüğətçilərin istilahında, yəni təvil sözü bu mənada gəlməyib. Təvil sözü bu mənada gəlməyib. Və təvil sözü gəlib kamillik mənasında, Quran-ı Kərimdə. Və gəlib ucalmaq mənasında. Kamillik necə ki, fələmmə bələğə əşuddəhu vəstəvə. Musa əleyhissalam haqqında Allah təala buyurur ki, o deyir, kamilliyə çatıb, yəni həddi buluğa çatıb kamilləşdi. İstəva deyir, kamilləşmək. İkincisi, Ar-Rahman aləl-arş istəva. Necə ki, Əbu'l-Aliyə rahimehullah deyir ki, Buxaridə ki, alə vərtəfəə, ucalmaq mənasındadır. Üçüncüsü, istəva qasd mənasındadır. Yəni, sümmə istəva ilə səmə. Sonra səmaya yönəldi, yəni o səmanı düzəltməyə başladı. Səmanı yaratmağa başladı. Qəsd mənaları var. Amma harada gəlib təvilin, yəni siz dediyiniz mənası. Və həmçinin təvilin başqa mənaları da var. Vuku'ul xabar. Yəni, və ləmmə yəti təviluhu. Allah Azə və Cəllə ki, o gün deyir, onun deyir, həqiqəti gələcək. Və həmçinin təvilin həm həqiqət, keyfiyyət və həmçinin təfsir mənası var. Və lə ya'ləmu təviluha illallah və rasikhuna fil ilm. İllallahda dayansan, olacaq keyfiyyət mənasında təvil burada. Necə ki, bu sələflərdən, yəni sahabədən, tabiindən nəqillər var bu barədə. Və həmçinin desən ki, illallah və rasikhuna fil ilm, təvil sözün mənası olur təfsir mənasında. Və həmçinin İmam İbn Cərir Ət-Təbəri rahimehullah, yəni özü də yəni təvili, yəni Quran-Kərim təvil qavlihi təala, bu sələflərin dilində məruf olub. Təvil yəni həmçinin təfsir mənasında istifadə olunub. Yəni təvil qavlihi təala, yəni Allahın ayəsinin təfsiri bu mənadadır. Açıqlaması, izahı bu mənadadır. Və həmçinin təvil sözün mənalarından əməl. Necə ki, Ayşə radiyallahu anh deyir ki, əvvələn Nəbi sallallahu aleyhi və səlləm Surətəl Fəcri, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni Surətəl Fəthi afvan, yəni Fəth surəsinə əməl eləmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni fəsəbbih bihamdi rabbikə vəstəğfirhu innehu kana ghaffara ayəsi nazil olanda Peyğəmbər sallallahu əleyhi və səlləm onu rukuda, yəni əlavə zikr əlavə eləmişdi. Ayşə radiyallahu anhə deyir ki, əvvələn Nəbi sallallahu əleyhi və səlləm, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm təvil elədi, yəni əməl elədi. Əməl, amma hardadır sizin dininiz məna? Sarful lafzi an zahirihi ilə mə'nən axar. Hətta əgər siz onu doğru şeylə gətirsəz, yəni sarful lafzi an zahirihi ilə mə'nən axar bir dəlil olsa, deyərsən ki, hə, yəni bunu qəbul edirəm. Necə ki, bizim alimlərimiz qəbul edir. Amma bunlar bir qeyri dəlil qəbul edirlər. Yəni, heç bir dəlil olmadan. Misal üçün, istivanı bunlar təvil edirlər, istəvlə deyirlər. Baxın, qardaşlar, bunların əqidəsinin fəsid olması iki yerə qayıdır. Bunlar həm siyaqdan çıxıblar, həm ifraddan çıxıblar. Nə deməkdir siyaqdan uzaqlaşıblar? Yəni, kəlam iki şeylə başa düşülür. Birincisi deyirlər, murakkəb isnədi. İkincisini deyirlər, murakkəb ifradi. Murakkəb isnədi odur ki, sözlərin hamısı bir yerdə, cümlədəki sözlər siyaqa uyğun olsun. Yəni, sən dediyin məna siyaqa uyğun gəlmir heç. Yəni, sən deyin məna, hətta Allah Azə və Cəllə naqisləşdirirsən, deyəndə ki, Ar-Rahman aləl-arş istəvə, yəni, Ar-Rahman arşa istəvə eləyib, deyir ki, hökmü altına alıb.
Bəs əvvəl hökmü altında deyildim ki, hökmü altına aldı. Yəni bu Allah haqqında naqislik və həmçinin bu isnədə, bu tərkib isnədiyə müxalifdir. Yəni siyaqa müxalifdir. İkincisi, ifrada da müxalifdir. Yəni sən mənə istivanın istəvlə mənasını nə Qurandan, nə sünnədən, nə də qədim lüğətçilərin yəni kitablarından gətirə bilməzsən. Nəyə görə qədim lüğətçilər deyirəm? Çünki yəni mütəəxxir, sonra gələn lüğətçilər kəlam əhlindən çox təsirləniblər və istivaya istəvlə mənası veriblər. Ona görə get qədimdən gətir bizə. Qədimdən gətirdilər ki, bax, Xalildir, Sibavəhdir, Əxvaşdır, Farradır. Bunlar yəni isbat ediblər. Gətir onlardan. Gətirə bilməzsən. Və gedirsən, öz əqidəvi pozursan, öz əqidəvə görə batil əməl edirsən, gedirsən Nəsraninin, Xristiyan şairinin şeirindən dəlil tapırsan özünə. Subhanallah lazım. Yəni bu həqiqətən də böyük bir zülmdür. Ona görə yəni bunların etdiyi qardaşlar, yəni batildir. Yəni bunların etdiyi, yəni başdan ayağa qədər, yəni dəlillər hamısı, yəni bunlara rəddiyələr çoxdur. Yəni bunların yəni təvilləri, təhrifləri, yəni təvil deyil, təhrifdir. Bunların təhrifləri gedir, yəni mulhiddiyə qədər çıxır. Yəni bunlar 7 sifəti isbat edirlər və 7 sifətdən başqa heç bir sifətləri isbat eləmirlər. Bunlar deyirlər ta'til cüz'i. Bir sifətləri özlərinin ağlına müvafiq olan sifətləri isbat edir, qalanları yəni inkar edirlər, ta'til edirlər, muattil edirlər bunlar. Bunlar əslində yəni bunların ta'tili Mu'təzililərin, Cəhmilərin, hətta fələsəfələrin təvili ilə eyni şeydir, təhrifi ilə eyni şeydir. Yəni fəlsəfə əhli hətta bəzən deyirlər ki, Allah deyəndə ki, Allah var, deyir ki, deyə bilmərəm, Allah var və yaxud da Allah yoxdur. Deyirsən, niyə görə subhanallah? Deyir, var desəm, çünki məxluq da var, insanlar da var, yəni eyni şey olacaq. Ona görə, yəni bənzətmə olacaq, təşbih olacaq, deyir ki, ona görə demirəm, nə var, nə də yoxdur. Subhanallah. Baxın etiqada. Və ikinci cəhmilər ta'til kullidir. Bəziləri qulatları, yəni nə adları, nə də sifətləri isbat edirlər. Heç birini isbat eləmirlər. Adları da inkar edirlər, sifətləri də. Dəlilləri də eyni əşarilərin dəlilləri kimi. Deyirlər ki, desəm ki, bütün adlar, yəni isbat eləsəm ad Əs-Səmi, Əl-Basir, Əl-Qadir, isbat etsəm deyir ki, yəni insan da Əs-Səmi'dir, Əl-Basirdir, Əl-Qadirdir, təşbih olacaq. İnkar edirəm. Əslində öz qaydasına ən gözəl əməl edən kimdir? Bu batil qaydaya ən gözəl əməl edən fələsfələrdir. Yəni, başdan vücudluğu inkar edirlər. Yəni bunların inkarı axıra ora aparıb çıxarır. Və sonra Mu'təzililər yenə ta'til cüz'i, sifətlərdə ta'til kullidirlər. Adlarda yəni isbat edirlər. Yəni ümumi olaraq ta'til cüz'idir onlarda. Yəni onlar bütün adları isbat edirlər, sifətləri inkar edirlər ki, Səmi'un bilə səmi', qadirun bilə qudra, yəni basirun bilə basar, rahimun bilə rəhmə. Yəni deyirlər ki, rəhimlidir, rəhmətçi yoxdur. Görəndir, görməsi yoxdur. Eşidəndir, eşitməsi yoxdur. Subhanallah. Sanki bir insana deyirsən ki, yəni adı Həsəndir. Deyirsən ki, sən Həsənsən, amma yəni səndə yaxşılıqdan əsər əlaməti yoxdur. Subhanallah. Görün Allah Azze və Cəlləyə necə iftira atırlar. Ona görə Allah Teala deyir ki, yəni وَذَرُوا الَّذ۪ينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ. Onların onun adları haqqında ilhad edənləri, yəni haqdan yayanlardan uzaq durun, onlar etdiklərinin cəzasını alacaqlar. Və bir məsələyə də toxunmaq istəyirəm, qardaşlar. Yəni, onlar həmişə deyirlər ki, İmam İbn Həcər və İmam Nəvəvi onların alimlərindəndir. İndi, billəhi aleykum, yəni, Allaha and verirəm sizi, qardaşlar, ki, İmam Nəvəvi və həmişə İbn Həcər bu üç onların üsullarından hansına əməl ediblər? Heç birini əməl etməyiblər. Və onlara bir-iki şeydə müvafiq olduqları üçün özlərinə nisbət edirlər o boyda imamları. Və daima onların adlarından istifadə edirlər. Və qardaşları da bunun adından azdırmaq istəyirlər. Ona görə yəni mən kim ki əşaridir ona müraciət edirəm ki, qardaş, yəni əqidəvi tanı, dinivi tanı, peyğəmbərivi, Qur'anıvi tanı, peyğəmbərivi tanı. Yəni bil ki, yəni nə xeyir varsa Quran və sünnədədir, sahabələrdədir. Fə in əmənu bimisli mə əməntum bihi fəqad ihtədəv. Yəni Allah Azze və Cəllə deyir ki, onlar, yəni sizin iman gətirdiyiniz kimi iman gətirsəydilər, hidayət olardılar. Yəni ey sahabələr,
keçmiş ümmətlər sizin kimi etiqadda olsaydılar, onlar hidayət olardılar. Allah Taala sahabeləri keçmiş ümmətlərə tərifləyir. Bu bizim üçün də ibrətdir. Əl-ibratu bi umumil xitab la bi xususil muxatab. İbrət ümumi xitabdadır, xüsusi xitab olunanda deyil. Orada bizim üçün ibrət var. Və həmçinin Allah Taala deyir: "Və-səbiqunəl əvvəlun minəl muhacirin vəl-ənsar vəl-ləzina təbə'uhum bil-ihsan." Radiyallahu anhum və radu an. Allah kimdən razıdır bu ayədə bildirir. Sən də o kəslərdən ol ki, Allah səndən razı olsun. Deyir ki, dində hamını ötüb keçən mühacirlər və ənsarlar, sahabelər və onlara vəl-ləzina təbə'uhum bil-ihsan, ihsan olaraq tabe olanlar radiyallahu anhum və radu an. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Yəni, bu açıq-aşkar dəlildir ki, onlar doğru əqidə, doğru mənhəc üzərində oldular. Və hamı haqq iddia edir. Lakin, baxın, Allah Rasulü sallallahu aleyhi ve sellemdən soruşanda ki, ya Rasulullah, o haqq firqə kimdir? Deyir ki, mə kənə ənə və əshabi əl-yevm. Mə kənə aleyhi ənə və əshabi əl-yevm. Deyir ki, bugün mən və mən sahabələrim hansı əqidədəyik, o əqidədə olanlar, yəni firqətün nəciyədir. Ona görə səndə meyyardır bu. Meyyardır ki, sahabələr və Peyğəmbər sallallahu aleyhi və səlləm hansı mənhəcdədir, mən də o mənhəcdə olum ki, salamat olum. Yəni, Allah Azze və Cəllə soruşacaq, məzə əcəbtumul mürsəlin, Rasullara nə ilə icabət elədiniz? Yəni, Rasulların dediyinə necə icabət elədiniz? Hanı Rasullara icabət səndə? Və həmçinin, yəni, Allah Azze və Cəllə buyurur ki, فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ عَمْرِهِ أَنْ تُصِيبَهُمْ fitnətun əv yusibahum azabun əlim. Onun əmrinə müxalif olanlar həzər etsinlər ki, onları fitnəyə salarıq və onları şiddətli əzaba düçar edərik. İmam Əhməd rahimehullah buradakı fitnəni şirk deyir. Həmçinin və mə ətəkumur rasul fəxuzuhu və mə nəhəkum anhu fəntahu. Rasul sizə nəyə verirsə onu götürün, nədən çəkindirirsə ondan çəkinin. Baxın, bu üç misal var. Allah Rasulü insanların ən fəsahatlisi idi. Bizə bəyan etmişdi. Hər şeyi bəyan edib bizə. Ən doğru danışanı idi və insanlar üçün ən təmiz qəlbisi idi, ən nushu olan idi. Ansahun nəs, astaqun nəs və afsahun nəs idi. Və Allah Rasulü hər şeyi bizə bəyan edib. Və kim ki deyir ki, yox, təvil etmək lazımdır, zahirlər küfürdür, yəni Razi kimi və onun mislində olanlar, yəni bunlar əqidəsi fəsid olan insanlardır. Lakin biz Allahdan rəhmət diləyirik, deyir ki, Allah onlara rəhmət eləsin, çünki müsəlmandırlar. Allah əfv eləsin, Allah bağışlasın və Allah onları haqqa yönətsin. Kim ki əşari mənhəcindədir, əqidəsində Allah onları haqqa yönətsin, Allah onları islah eləsin. Və əxiru dəvana enelhamdülillahi rabbil alemin. Subhanəkəllahum həmdik. Əşhədu an la ilahe illə ənt. Əstəğfiruka və etûbu ileyk.